Məşğulluğa dəstək layihəsi çərçivəsində sosial cəhətdən həssas şəxslər üçün əlavə iş yerlərinin yaradılması pilot layihəsinə başlanılır. Oxu24.com məlumat verir ki, bu haqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, pilot layihə işsiz və ya iş axtaran şəxslərin istehsal və xidmət sahələri üzrə məşğulluq imkanlarını artırmaq, o cümlədən məşğulluğa dəstək layihəsi çərçivəsində özünü məşğulluğunu təmin etmiş şəxslərin bizneslərini inkişaf etdirmələrinə dəstək məqsədi daşıyır. Layihə ilkin mərhələdə Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz və Lənkəran-Astara iqtisadi rayonlarını əhatə edəcək. Nazirlər Kabineti 2 iyun 2023-cü il tarixli işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti, istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydasının təsdiq edilməsi haqqında qərarında dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. Qərara əsasən İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişaf Agentliyinə digər dövlət qurumları bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb. Həmçinin agentliyə kommunal xidmətlər göstərən digər dövlət müəssisələri ilə birgə maliyyə yardımının məbləğinin dəqiqləşdirilməsi üçün göndərilən sorğu əsasında sahibkarların istehlak etdiyi, dəyərini ödədiyi kommunal xidmətlərlə əlaqədar ödənişlərin həcmi barədə aylıq məlumatları 5 iş günü müddətində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təqdim etmək tapşırılıb.